Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Bu günləri biz 18 may tarixində OTK-nın keçirdiyi sonuncu blok sınağının test tapşırıqlarının izahı ilə tanış olacağıq. Ətraflı şəkildə çalışacağım, izah verim ki, bir çox mövzuları həm təkrarlamış olasınız, həm də bütün suallarınıza demək olar ki, cavab tapmış olasınız. Vaxt uzatmadan suallarımızın izahına keçək. 31-ci sualda Böyük Səlcuq hökmdarı Sultan 1-ci Toğruldan fərqli olaraq deməli, Əmir Teymuru soruşur. Cənubi Qafqaza hər ikisi yürüş edib, Bağdad şəhərini hər ikisi tutub və Dehli Sultanlığına yürüş təbii ki, Əmir Teymurun Toğruldan fərqidir. Deməli, 1398-99-cu illərdə yürüş etmişdi. Osmanlılarla müharibə Toğrul ümumiyyətlə deməli Osmanlıları görməyib və Əmir Teymur isə biz 1402-ci il Ankara döyüşünü əzbərə bilirik demək olar ki, o nöqteyi nəzərdən bizim cavablarımız içərisində 2-4 mütləq olmalıdır. Şirvanşahlarla müttəfiq olması məsələsi isə təbii ki, Əmir Teymur deməli həm Terek döyüşündə 1395-ci ildə ümumiyyətlə Toxtamış üzərində yürüşlərində Əmir Teymurun müttəfiqi olmuşdu. Ona görə cavabımız C variantı olacaq 2-4-5. 32-ci sual erkən feodalizm dövründə həm Bizans dövləti, həm də ərəb xilafətləri diplomatik əlaqələr yaratmışdı. Deməli, uşaqlar, biz burada bir çox test tapşırıqlarında bu məsələ öz əksini tapıb və mən bunu deməliyəm. Biz diqqətli olmalıyıq. Ümumiyyətlə, həmişə test tapşırıqlarını yerinə yetirərkən birinci testin şərtini düzgün oxuyub anlamaq, bizdən nə istədiyini, nə soruşduğunu bilmək lazımdır. Ondan sonra variantlara fikir vermək lazımdır. Baxın, erkən feodalizm dövrü deyir. Erkən feodalizm dövrü biz bilirik ki, şərq dünyasında 3-11, qərb dünyasında 5-11-ci əsrləri əhatə edir. Deməli, 3-11 deyirsə, biz variantlar içərisində avtomatik baxırıq və Dehli Sultanlığı ilə Osmanlı İmperiyasını bu cavablardan mütləq çıxmalıyıq. Çünki Dehli Sultanlığı və Osmanlı İmperiyası klassik feodalizm dövründə mövcud olan dövlətlərdir. Yəni, Dehli Sultanlığı 13-cü əsrdə yaranıb, Osmanlı 14-cü əsrdə yaranıb, 11-ci əsrdə düşməyəcək, ondan sonraki hadisələrə düşəcək. Və avtomatik görürük ki, bizim 2 cavabımız qaldı. Axun İmperatorluğunda nəzərə alsaq 5-ə də Axun İmperatorluğu 567-də süqut eləyibsə, ərəb xilafətini görə bilməz. Deməli, 5 də bizim cavablarımız içərisində olmamalıdır. Cavab olacaq B variantı. Frank İmperiyası əlbəttə ki, Böyük Karlın dövründə həm Bizans, həm ərəblə diplomatik əlaqə saxlayıb. Albaniyada da Cavanşirin dövründə 654 Bizansla, 667-670 ərəb xilafəti ilə olan əlaqələr qeyd edə bilərik. 33-cü sualda nisbətən sadə sualdır. Hökmdarın hansı hökmdara aid xüsusiyyət verməyəm, onu soruşur bizdən. Şəddadilərə son qoyan Məlik Şahdır. 1088-ci ildə Buğanı göndərmişdi Gəncəyə. Dövlətin daxili müstəqilliğini saxlamaqla Səlcuqlardan asılığı qəbul edən bizim variantlar içərisində 2 hökmdar üçün Səccəvidir. 1. Şəddadilərdə Əbülası var Şavur. Şirvanşahlarda 1-ci Fəri Bürs. Yəni, bunlar daxili müstəqillik qorumuşdular. Tiflisi isə Sultan Toğruldu 1054-cü ildə. Səncə aid xüsusiyyət yoxdur. Cavab olacaq D variantı. 34-cü sualımızda 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasında istifadə verilən soruşur. Deməli, biz burada 2 dənə cavabı 100% çıxmalıyıq. 1. Bakı, Tbilisi, Ceyhan və Tanapdır. Hansı ki, bunlar 21-ci əsrə aid olan deməli, neft kəmərləridir 2006 və 2018-ci illər. Deməli, bizim cavabımız oldu nə? E variantı. Baxın, görürsünüz, Çıxdaş üstü ilə bizim işimiz asanlaşır, yüngülləşir. Bakı, Batum isə 1930-cu ilə aiddir. Subsa 98-99-dur. Bakı, Novorossiysk 1997-dir. 35-ci sualımız Rusiyada 17-ci əsrdən fərqli olaraq 18-ci əsri qeyd edir. Birinci xüsusiyyət bizim cavablar içərisində ola bilməz. Ona görə ki, bu oxşar cəhətdir. Ona görə ki, təhkimçilik Rusiyada 1497-də yaranıb, 1649-da rəsmiləşib, 1861-də ləğv edilib. Deməli, bu 3 dövrün 17-18-ə düşür. Quberniya islahatı ilk dəfə Pyotrun dövründə keçirilib, yəni 18-ci əsrdə keçirilib. Ona görə 2 bizim cavablarımız içərisində olmalıdır. İdarəedici orqan olan kollegiyalarda məhz Pyotrun adı ilə bağlı olduğuna görə biz 3-ü də, daha doğrusu 4-ü də gətirsək cavablar içərisində cavabımız olacaq B variantı. Romanovlar sülaləsi 1613-1917 olduğuna görə hər iki dövrə düşür, 17-18-ə. Manufakturalar da zaten elə 17-ci əsrdə yaranmışdı. Deməli, 17-ci əsrin 20-ci, 30-cu illərində Hollandlar tərəfindən yaradılıb Rusiyada manufakturalar və təbii ki, 18-ci əsrdə fəaliyyət göstərirdi. 36-cı sualda deməli, Səfəvi dövlətinin cədvəldə verilən dövlətlərlə ümumi cəhətlərini deyir. Birinci etapda biz Ağqoyunlu ilə oxşar cəhətlərini tapacağıq. İnzibat cəhətdən bələdiyyə bölünməsi Səfəvilərin Ağqoyunludan
fərqli xüsusiyyətidir. Osmanlı dövlətlə müharibə əlbəttə ki, bu bizim 100% cavablarımız içərisində olmalıdır. Məsələn, Ağqoyunlu dövlətini deyərkən biz 1473 Malatya və Otluk belə döyüşlərin qeyd edilə bilər, həmçinin Beyşəhir döyüşünü. Osmanlı dövlətin, daha doğrusu Səfəvi dövlətində isə bir çox döyüşləri biz nümunə çəkə bilərik. Məsələn, elə bizə 1514 Çaldıran döyüşünü desək kifayət eləyir. Deməli, 1-ə B mütləq olmalıdır. Avropa dövlətlərlə diplomatik əlaqələrsə hər ikisinin oxşar cəhətidir. 1-ə BC, 2-yə baxaq. Şeybanilərlə dostluq münasibətləri mövcud olması isə heç birinə aiddir. Deməli, 2-yə A ola bilməz. Əksinə, Səfəvilərlə Şeybanilər arasında münasibətlər gərgin olub. Məsələn, gərginliyin səbəbi də Teymurilər məsələsi olub. Bilirsiniz ki, Hüseyin Bayqırağın oğlanları gedib Şah İsmailə sığınmışdılar və oradan gərginlik yaranmışdı. Paytaxtın İsfahana köçürülməsi isə bu Səfəvilərə aid olan xüsusiyyətdir. Deməli, Teymurilərin paytaxtı İsfahan olmayıb. Səmərqənd və Herat şəhərləri olub. Cavab olacaq C variantı. Bayandurlu sülaləsi ilə müharibə etməsi isə əlbəttə ki, doğrudur. Məsələn, Səfəvi dövlət deyirsə, əgər biz Almabulağın döyüşünü qeyd edə bilərik. Teymurilərdə isə 1468-69-u Əbu Səidin Uzun Həsənlə döyüşünü qeyd edə bilərik. Məsələn, Həsən Padişahın ilk savaşı da elə Teymurilərlə olmuşdu padişah kimi. Deməli, C variantı. 37. Bu da sadə sualımızdır bizim. Luka və Pompeyin başçılığı ilə Romalıların şərqə hərbi yürüşü nəticəsində Atropatena Romadan asılı vəziyyətə düşür. Selevkilər eradan əvvəl 190-dır. Albaniya yerli hökmdar daxili müstəqillə son qoyulma məsələsi yanlışdır. Deməli, Roma canişinləri Atropatena idarə etməyə başladılar. Təbii ki, bu yanlışdır. Çünki biz burada nə demişdik? Deməli, Atropatena Romadan asılı vəziyyətə düşsə də öz müstəqilliğini qoruyub saxlamışdı. Bunu hardan bilirdik biz? Məhz yerli hökmdarlar vasitəsilə idarə edilməsinə görə. Deməli, burada canişinlər sözü yanlışdır. Parfiyada təbii ki, yanlış olacaq. Parfiya 224 və ya 226-da deyilir. A variantı olacaq testimizdə. 38-də maraqlı sualdır. Eyler-Venn diaqramının uyğun bəndlərini tapacağıq biz. 5 hər biri üçün oxşar cəhətdir. Hər biri üçün. Deməli, biz burada baxacağıq nəyə? Avropa dövlətlərlə hərbi ittifaqın qurulması bu təbii ki, Bayandurlular üçün səciyyəvi olan xüsusiyyətdir. Məhz 2-yə A gətiririk. Görürsünüzmü? 2 dənə cavabımız qaldı. 1-ə olacaq Terek döyüşündə iştirak etməsi Şeyx, deməli, 1-ci İbrahimin dövründə olacaq. Bəli, doğru fikirdir bu. 3-ə baxırıq. 3-ü tapan kimi bizim cavabımız çıxacaq. 3-də, məsələn, Baharlı dövləti deyirsə, Teymuri dövlətinin paytaxtının tutulması, təbii ki, Herat şəhərinin tutulması Cahanşahın dövründə doğru cavab olacaq B variantı. Ərdəbil şeyxlərinin məğlub edilməsi bu həm Bayandurlulara aiddir, həm Dərbəndlərə aiddir, həm də Baharlılara. Əgər məndən nümunə istəsəniz, məsələn 1460-cı il deməli Samur döyüşünü deyəcəyik. Qaraqoyunlarla Şirvanşahlar birləşmişdi orada. 1488 Şahdağ döyüşünü qeyd edə bilərik. Orada da məhz Şirvanşahlarla Ağqoyunlar, yəni Yaqub padişah birləşmişdi. Cavab olacaq B variantı. Çox qəşəng sualdır bu. 39-cu sualda 1648-ci bağlamış Vestfaliya sülhünə əsasən Katolik kilsəsinin bölüşdürülməsi, ümumiyyətlə yadda saxlayın ki, Xristiyan kilsəsi 1054-cü ildə bölüşdürülüb, parçalanıb. Xristiyan kilsəsi, Katolik və Pravoslav yaranıb. Katolik kilsəsinin özünün bölüşdürülməsi isə 1555-ci il Augsburg sazişi ilə deməli baş vermişdi. Alman dövlətlərinin öz dillərini təyin etmə hüququ tanındı. Bəli, burada məsələ nədir? Almaniya 300-dən çox dövlətə parçalanır, knyazlıqlara parçalanır və hər bir dövlətin öz dilini təyin etmə hüququ var idi, tanınırdı. Ona görə biz 2-ni də gətirən kimi cavaba 4 qalır. 3 isə tamamilə tərsinə, əksinə olan məsələdir. Son qoyulmur, qeyd etdiyimiz kimi 300-dən artıq dövlətə parçalanır. Ona görə cavabımız olacaq B variantı. Theodor Roosevelt'in prezidentliyi dövrü seçki senzinin ləğvi məsələsi yanlışdır. Yeni xətt Franklin Roosevelt'dir. Vətəndaş müharibəsi bu 61-65 Abraham Lincoln'la qeyd edə bilərik. Mehriban qonşuluq, bu da Franklin Roosevelt'dir. Theodor Roosevelt'də böyük dəyənək siyasəti idi. Cavab olacaq E variantı. İri trestlərin fəaliyyəti nəzarətin alınması. Əlbəttə ki, bu eləməz Theodor Roosevelt'in dövründən etibarən başlanır bu məsələlər. 40-da E variantı olacaq. 41-ci sualda bax, bayaqları dediyim məsələ. Yenə də görürsünüz ki, erkən feodalizm dövrü yazılıb. Deməli, diqqətli olmaq lazımdır.
Biz bura yenə də 3-11-ci əsr yazıb testimizə baxacağıq. 2 Dərbənd şəhəridir, 3 Ərdəbil şəhəridir, 1 isə Dəbil şəhəridir. Dəbil. Göyçə gölünün aşağı hissəsi. Əgər sağ tərəfdə olsaydı Gəncə olardı. Amma Göyçənin aşağıdırsa, deməli sol hissəsində bu Dəbil şəhərindən söhbət gedir. Baxın, erkən feodalizm dövrü dediyinə görə biz Səfəvini görən kimi burada biz cavablardan onu çıxmalıyıq. Avtomatik. Gürcüləri Şəmsəddin Eldənizicə görən kimi biz bütün cavablardan E variantına çıxırıq və bizim 2 variantımız qalır. Deməli, Şəmsəddin Eldəniz niyə çıxır? Çünki uşaqlar, Şəmsəddin Eldəniz klassik feodalizm dövrüdür, erkən feodalizm dövrü deyil. Məhəmməd ibn Şəddad, deməli, burada Dəbildən söhbət gedir. Dəbil əmirliyi 951-ci ildə yaradılmışdı və 2 Dərbənd şəhərində isə Haşimləri biz qeyd edəcəyik və elə cavabımız çıxacaq D variantı. 3-ə də avtomatik qalacaq C, əlbəttə ki, Ərdəbil Sazilərin paytaxtı olubdur. 42-ci sualda sadə sualdır. Əmir Teymurun hücumuna məruz qalan 1-ci Bəyazitdir, Bolqarıstan 1-ci Bəyazitdir, paytaxtı başqa şəhərə köçürən bu Orxan Qazinin, 1-ci Muradın və Fatih Sultan Mehmedə aiddir. Həmçinin Orxan Qazi ilə qeyd edə bilərik, Bursa şəhərinə köçürmüşdür. Misri öz hakimiyyətinə tərkibə qatansa Səlimdir. Akqoyunlu dövlətlə diplomatik əlaqə əlbəttə ki, Yaqub padşahın dövründə 2-ci Bəyazitlə diplomatik əlaqələr qurulmuşdu. Həmçinin 2-ci Bəyazit Şah İsmaillə da neyləmişdi? Diplomatik əlaqələr qurmuşdu. Onu hökmdar kimi tanımışdı. Cavabımız olacaq E variantı. 43-cü sual. Deməli, bu da mənim şəxsən çox xoşuma gəldi, amma mənə elə gəlir sizin üçün biraz ağır sualdır. İmtihana hər halda belə sual düşməz. Xəritədə rəqəmlə göstərmiş xanlıqların Quba xanlığından fərqli cəhətini göstərir. Baxın, birinci burada bizdə Quba xanlığı deyir və fərqli cəhət deyir. Həmçinin nə zaman deyir? 1-ci Rus-Qazar müharibəsi dövründə. Biz başqa dövrə baxa bilmərik. İndi 1804 və 13-a baxacağıq. İndi xanlıqlara baxaq. 1-də təbii ki, burada Qarabağ xanlığıdır, 2 isə Şəki xanlığıdır. İndi baxaq. 1-cidə Qarabağ xanlığından söhbət gedir. Deməli, Qarabağ xanlığının Qubadan fərqli cəhətlərində baxacağıq. Bircə 1-ci Rus-Qazar müharibəsi dövründə. Qarabağın Qubadan fərqini tapmalıyıq. Burada diqqətli olun, Qubanın Qarabağdan yox. Deməli, Qarabağın Qubadan fərqli cəhəti deyirsə, biz buradan ilk olaraq, ilk etapda hansı cavablara çıxmalıyıq uşaqlar? Təbii ki, C-ni çıxmalıyıq. Çünki Rus qoşunları tərəfindən işğal edilməsi 1-ci Rus-Qazar müharibəsində hər ikisinə aiddir. Qarabağa da aiddir, Qubaya da aiddir. Və cavablarımız içərisinə nəyə gətirməliyik? Deməli, B variantını gətirməliyik. Xan hər il öz gəlirindən Rusiya. Bu kürəkçay müqaviləsidir. Kürəkçay müqaviləsində biz bilirik ki, təbii ki, Qarabağ xanlığı imzalayıb və onun öz maddələrində bu bənd xüsusi yer tutur. Deməli, 1-ə B olmalıdır. Ciddi müqavimət isə demək olar ki, elə Qubanın Qarabağdan fərqli xüsusiyyətdir. Bu Qarabağın Qubadan fərqi deyil. Ona görə cavabımız ola bilməz. İkinci etapda isə biz Şəkiyə baxacağıq. Şəki ilə müqavilə imzalayıb mı? Deməli, Rusiya imzalayıb. Quba imzalayıb mı? Xeyr. Deməli, 1-ci Rus-Qazar müharibəsi dövründə bu sənin üçün Şəkinin Qubadan fərqi oldu mu? Əlbəttə ki, oldu. Deməli, cavabımız 100% C olacaq. B niyə olmayacaq? Rus işğalına qarşı üsyan 1-ci Rus-Qazar müharibəsi dövründə hər ikisində var. Məsələn, Şəkidə biz bilirik ki, İbrahim Xəlil xanın öldürülməsindən sonra Səlim xan üsyan qaldırır. Qubada da məsələn Şeyx Əli xan deyəcəyik 1810-cu il. Deməli, uşaqlar, cavabımız nə oldu? E variantı. Komendant tərəfindən idarə edilirdi isə Qubanın Şəkidən fərqidir. Burada diqqətli olmaq lazımdır. Çünki 1810-cu ildə Quba ləğv ediləcək, komendant idarəsi yaradılacaq. Şəkidə isə komendant idarəsi 1819-cu ilə aiddir. Artıq o 1-ci Rus-Qazar müharibəsindən sonraki dövrdədir. Baxın, mən izah eləyərkən hələ yoruluram. Yəni, bu qədər belə deyək ki, diqqət olunması məsələlər var. Ona görə uşaqlar, sizə bu suallardan düşməz. Amma həqiqətən çox möhtəşəm sualdır. 44-cü məsələdə Türk müsəlman mədəniyyətinə aid uyğun bəndidir. Bu, Şərq Asiya ölkələrinə aid mədəniyyət hissəsi var. Biz bunu PDF-ində paylaşmışıq. Telegram kanalına orada tapa bilərsiniz. Mütləq imtihana getməmiş oxuyun. Əlincə qalası Naxçıvandadır. Bu, bizim cavabımız ola bilməz. Qüvvətül İslam, bəli, 12-ci əsr Hind İslam mədəniyyətinə aid olan memarlıq abidəsidir. Uluqbəy isə, Uluqbəy Teymuri hökmdarlıq, Teymurilər 11-ci əsrdə yox idi, bu 15-ci əsrə aiddir. Cavabımız D bəndə olacaq. Səlmiyyə məscidi 1568, deməli 1575 Memar Sinanın ustalıq əsəri adlandırdığı
məscid 2-ci Səlim tərəfindən tikdirilmişdi. Ədirnədə yerləşirdi. Cavab D variantı. Sonra 45-ci sual gəldikdə Hülaki xanın başçılığı ilə Monqolların ön Asiya yürüşü nəticələrinə aid deyil deyir. Baxın, deyil. Aid deyil deyirsə, Abbasilər xilafəti süqut etdi. Deməli, bu aiddir. Azərbaycandakı yerli feodallar malikanələrini idarə etmək üçün yarlıq verməyə başlandı deyirsə, bu 1239-56-cı ilə aiddir. Bu əlbəttə ki, Hülaki xana aid olmayacaq. Ona görə bizim cavablarımız içərisində olmalıdır. Cəlaləddin Azərbaycandakı hökmranlığı son qoydu. Bu Monqolların ikinci yürüyüşü ilə təxmini əlaqədar olan bir şeydir. Elə bu olacaq cavabımız. Yəni 2-3. 5-ci Monqol ordusu yaradıldı. Doğrudur. Azərbaycan işğal edildi. Doğrudur. Cavab olacaq C variantı. Bu 1231-ə aiddir. Yəni Hülaki xan 1256-da başlayıb. 46-cı sualda Səttar xandan fərqli olaraq, baxın, bu da qəşəng və möhtəşəm sualdır. Həm Xiyabani, həm də Pişəvərdi soruşur. Biz birinci burada ne edəcəyik uşaqlar? Oxşar cəhətləri çıxacağıq. Fərqini tapmaq istəyirsə. Xiyabani və Qazarlara qarşı, deməli, bunu plus qoymayaq. Xiyabani də Qazarlara qarşı mübarizə aparıb, Səttar xan da mübarizə aparıb. Ola bilərmi? Xeyr. Zərbə üzrə muxtariyyət verilməsi, əlbəttə ki, biz muxtariyyət tələbi ilk olaraq Xiyabanidən olaraq başladı deyirik və Səttar xanda muxtariyyət tələbləri yox idi ümumiyyətlə. Pişəvəridə isə, Xiyabanidə isə var idi. Deməli, 1-ə B olmalıdır. Şah məmurlarının müəyyən müddət Təbrizdən çıxamasına ayrılmışdır. Bu hər ikisinə aiddir. Yəni, oxşar cəhət ola bilməz. Pişəvəri Azərbaycanda milli hökumət yaratmışdı Səttar xandan fərqli olaraq. Bəli, cavabımız çıxdı uşaqlar. Cavab C variantı olacaq. Yerli idarəetmə orqanı hər ikisinə aiddir. Hətta ilk dəfə ilə əncümənlərdən söhbət gedirsə, bu Səttar xana aiddir. Təxminən 1906-cı ildə yaradılıb əncümənlər. Və Pişəvərdə də var yerli idarəetmə orqanı, həmçinin Xiyabanidə də var. Müstəqillik isə heç birində Cənubi Azərbaycanda müstəqillik məsələsi yoxdur. Bunu bir dəfəlik uşaqlar yadda saxlayın ki, ancaq və ancaq muxtariyyət tələbi olub. O da Xiyabani və Pişəvəridə müstəqillik olmayıb. 47-ci sualda 19-cu əsrdə Qafqaz canişinliyi fəaliyyət dövrü. Şimali Azərbaycan. Burada da Şimali Azərbaycan deyir. Bunu nəyə görə deyirəm? Çünki Adlar Məhkəməsi bəli o dövrə düşür. Hansı dövrə? 44, 83. Amma Adlar Məhkəməsi bizdə yaradılmamışdı. Aydındır. Ona görə biz biri doğru götürə bilmərik. Burada diqqətli olmaq lazımdır. Hərbi vergi 1887-ci ilə aid olduğuna görə burada götürə bilmərik. 83-dən sonraki hadisədir. Feodal asılığı bəli 1870-dir. Köçmək hüququnun ləğvi 1853-dür. Alban Katolik konstitusiyası təbii ki 36-cı ildir. Bu Kabinə idarə asılı dövründə düşür. Deməli cavab olacaq 3-4 uşaqlar. Və burada diqqətli olun. 48-ci sualda xəritədə ulduzla göstərilmiş ərazi 7-ci əsr deyir. Ulduzla hara göstərilib? Şimali Afrika. Hara? Qırmızı dənizi yanı haradır? Əlbəttə ki, Misir. 7-ci əsr deyirsə Qərbi Roma yox idi 7-ci əsrdə. 456-da süqut eləmişdi. Səlcuqun 7-ci əsrdə nə işi var? Frank 7-ci əsrdə imperiya deyildi. Heç ümumiyyətlə oranı tutmamışdı da. Xaslı yürüşlərdə 11-ci əsrdir, 7-ci əsr deyir. Avtomatik, bax, heç elə bilmirsən. Amma Rəşidi xəlifələri 632-dən 61-ə qədər hakimiyyətdə olublar və Bizansla mübarizə nəticəsində həmin əraziləri ələ keçiriblər. 49-cu sualda Axund dövləti Aksuvarla Mehranqulu xanı soruşur. Biz burada yenə də sizin işinizi yüngülləşdirmək üçün deyəcəyik, çıxdaş. Sasanilər dövlətinə 651-ci ildə Rəşidi xəlifələr dövründə son qoyulub. Mehranqulu xana baxırıq. Mehranqulu xan dövründə Axund dövləti süqut etməyib və Hindistanın şimal-qərbində tutduğuna görə cavabımız oldu D variantı. Aydındır. Firuz Şahı taxta çıxmağa Aksuvar köməkləmişdi, Türkistanı da tutmuşdu. Doğrudur, Hindistan şimal-qərbini tutmuşdu və Göytürklərə birlikdə Sasanililərin torpaqları bölüşdürən isə deməli, bu təbii ki, yanlışdır. Çünki bu Mehranqulu xan dövründə düşmür dediyimiz kimi. Çünki dövlət 567-də süqut etmişdi. Bu Mehranqulu xanımız həmin dövrdə Axundlarda kimi idi hakimiyyətdə, onu bir-bir kitablarımızda yazılmır. Və cavab D variantı oldu. 50-ci sual. Azərbaycan xalq cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. Qarayazını görən kimi, yuxarı hissəsini görən kimi əlbəttə cavabımız bu olmalıdır. Çünki bu AXC-yə aid deyil. Azərbaycan SSR-ə aiddir uşaqlar. Qarayazının yuxarı hissəsi 1922-ci il. Digər cavablarsa doğrudur. Derikinə qarşı mübarizə var, Haqqı Vardiyaslara qarşı.
Gürcü zaten pozisiya konferansında Gürcüstan'dan bizimkiler oraya getmişdilər. Həmçinin həm Gürcüstan da de facto şəkildə müstəqillik tanımışdı. Biz əməkdaşlıq edirdik. Batum vilayətlə bağlı qaldılar. İndi AXC hökumət tərəfindən qəbul edilməsi bu da doğru fikirdir. Xristianımızın səfirliyi fəaliyyət göstərməsi əlbəttə bunlar hamısı ya doğru fikirdir. AXC dövründə ayrılan Gürcüstanla olan məsələlərdir. A variantı dediyimiz kimi Azərbaycan SSR-ə aiddir. Çinin də Xan sülaləsinin hakimiyyəti başladığı əsr. Yəni eradan əvvəl 206-cı il. Yəni 3-cü əsr uşaqlar. 3-cü əsr soruşur bizdən. Plebeylərə xalq tribunu seçmək hüququ 5-ci əsrdir. Plebeylərin tam hüquqlu vətəndaş olması bəli 3-cü əsrdir Romada. İmperiya dövrü isə 1-ci əsrə təsadüf edir. Bizim cavabımız səhvsi ola bilməz. Dəmir emalı Hindistanda 11-ci əsrlərdir. 12-11-ci əsrlərdir. Bu təbii ki mümkün deyil. Və Makedonlara qarşı azadlıq hərəkatı da Chandragupta adı ilə bağlıdır. Eradan əvvəl 317. Bu isə 4-cü əsrə düşür deyə bizim cavabımız olacaq D variantı. Bağürə sülalisi Ashokan dövrüdür. Bəli, 3-cü əsrdə vahid halda birləşdirilmişdir. 52-ci sual. Eneolit dövrünü Neolit dövründə fərqləndirir. İnsanların toxuculuqla məşğul olması. Daha doğrusu üzrəsə, saxsı qabların hazırlanması. Saxsı qabların hazırlanması Neolit dövründən başlayıb və ondan sonraki dövrlərdə demək olar ki, istifadə olunub. Bu hətta mən dedim, oxşar cəhətdir hər ikisi üçün. İnsanların toxuculuqla məşğul olması da həmçinin Neolitdə yaranıb və Eneolitdə də var idi. Mislər əməşarətlərinin hazırlanması, bəli, bu 100% bizim cavablarımız içərisində olacaq. Deməli, cavab D olacaq. Qəbilələr həyatda qadınların mövqeyinin möhkəm olması, bu isə təbii ki, erkən tunc dövrünə qədər əgər qəbilə icması mövcud olubsa və qadınların orada mövqeyinin möhkəm olmaması ehtimalı 0-a bərabərdir. Hətta Eneolit dövründə dərslikdə belə bir cümlə keçir ki, deyir, qadınların mövqeyi hələ də güclü idi. Cavab olacaq C variantı, D variantı. Xronoloji ardıcıllıq, deməli, Türkiyə NATO-ya 1952-də daxil olub, SSR 91 dekabr ayıdır, Falkland 1982-dir, Krım isə 2014-dür. Deməli, 1, 3, 2, 4. Bu nisbətən hadisələri bildikdən sonra sadə sualdır. 54-cü sualımızda bizim Məmməd Yusif Cəfərov haqqında məlumat soruşur. Rusiya 4-cü Dövlət Dumasının seçilən tək deputat idi. Bu əlbəttə ki, bu doğrudur. AXC-nin 4-cü, 5-ci hökumət Nəsib bəy Yusifbəlidir. İlk 3 hökumət yazılı saxlayın ki, Fətəli xan Xoyski, 4-5 isə Nəsib bəy Yusifbəlidir. 3 təbii ki, bizim doğru cavabımızdır. Xüsusi Zərbi Qafqaz Komitəsində Azərbaycanı təmsil eləmişdir. Azərbaycanda neft kimyası üzrə ilk elmi laboratoriya bu təbii ki Məmməd Yusif Cəfərova aid deyil. AXC dövründə parlament sədri isə bəli. Bu Əlimərdan bəy Topçubaşovun sədr müavini olan Məmməd Yusif Cəfərov vəzifəni icra eləyiblər. Yəni Topçubaşov özü burada olmadığına görə 1-3-5 olacaq cavab. Dehli sultanlıq dağıtma sistemi bu çox primitiv sualdır mənə elə gəlir. Məhkəmə işlərində qazılar baxırdı. Doğrudur. Uluslara bölünən Teymurilərlə Çingizlərdir. Hərbi işlərə vəzirin başçılıq edəməsi doğrudur. Dəftərdar isə Osmanlıya aiddir. 56-cı sualda Alman hökmdarı Urnayerdən fərqli olaraq Vaçe Sasanilərlə müttəfiq olub mu? Əlbəttə ki, olub. Sasanilərə qarşı azadlıq hərəkatı məhz 2-ci Vaçenin adı ilə bağlıdır. Ağqoy kilsə məclisi 3-cü Məhəmməd Vaçeqar adı ilə bağlıdır. Paytaxtda dəyişib, bəli, 2-ci Vaçe köçürüb hara? Bərdə şəhərdə. Bu da sadə sualdır, mənə elə gəlir. 57-ci sual, imtahana istisnasız bir dənə sual Qarabağ müharibəsində düşəcək, yəni bir sual düşəcək. Ona görə diqqətli olmaq lazımdır. Deməli, Lələtəpə deyirsə, bunu çıxırıq biz, deyə, çünki aprel döyüşləridir. Xocavənd deyirsə, bunu da çıxırıq, deyə, çünki 2029 oktyabrda, deməli, Hadrut azad edilib. 2 sayarası mənası verən Pəhləvi dilində. Bu vətən müharibəsində 44 gün müharibə aiddir. Qırqız və Sarbaba yüksəkliklər nəzarətə götürülməsi məhz qisas əməliyyatları adı ilə bağlıdır. Deməli, B olacaq. Şərir rayonu Ağbulaq və Qızılqaya yüksəklikləri 2018-ci il əməliyyatların adı ilə bağlıdır. Xocavənddə yerləşən radiolokasiya sisteminin məhv edilməsi isə uşaqlar bu antiterror əməliyyatların adı ilə bağlıdır. Deməli, 1-ci, 2-yə B, 3-ə D. Bu PDF təmiz versiyası idi deyə mən bu PDF-də izahı paylaşmaq məcburiyyətində qaldım. Ona görə uşaqlar açıq suallar düşməyib burada. Telegramda
səliqəli formada olan bu idi. Digərləri yazılı olduğuna görə mənim özümdə də yenə də deyirəm, onu paylaşa bilmədim. Hər halda 57-yə qədər gəldik və biz gözəl möhtəşəm sualları izah elədik. Xoş izləmələr sizə.